Bir də praktik yanaşaq da. Biz arzu olunan, sevdiyimiz restoranlardan birinə gedirik və deyək ki, orada pomidor çığırtması yeyirik. Çox da xoşumuza gəldi. Sabahsı gəlirik, amma baxırıq ki, həmin yer, məkan, həmin deyək ki, oradakı işçilər, hətta soruşuruq, aşpaz da həmin aşpazdır, amma həmin dadda deyil. Yəni, dünənki ilə müqayisədə dadlı deyil. Mən oradan fikirləşirəm ki, keyfiyyətdə bəlkə biz xidməti və ya məhsulu ayırmalıyıq mı? Yəni, xidmətin keyfiyyəti ayrı və yaxud da məhsulun keyfiyyəti ayrı. Burada insan amili məncə böyük rol oynayır ki, biz kopyalamaq istəsək keyfiyyəti nə dərəcədə təsir eləyir? Bəlkə aşpaz deyək ki, ondan bir gün əvvəl pis bir xəbər eşidib və pişirdiyi yemək hardasa ona görə dadlı deyil. Bu barədə fikrinizi bilmək istərdim. Sırf restoran xidməti ilə bağlı bizim belə bir təcrübəmiz olubdu. Hətta restoranlar şəbəkəsindən birində, o en sayda bir şəbəkəsi var. Birində yediyimiz, dediyiniz kimi yeməklə, o birisində yediyimiz yemək arasında fərq var idi. Bu da təbii ki, bunun konseptini pozurdu və biz bu işin dərinliyinə gedəndə ki, burada nə baş verir, niyə bunda belə, bu birisində belədir və yaxud da günlər ərzində nəyə dəyişir? Bəlli oldu ki, yeməklərin bişirilməsində həmin o standart ölçümlər yoxdur. Məsələn, nə deməkdir bu? Biz bir çimdik duz atmaq demək nə deməkdir? Yəni, bu çimdik sözünün açıqlamasını geçsə, bu elmi tədqiqat mövzusudur ki, hərənin barmağındakı çimdik miqdarı fərqli olacaq. Bəli. Və mənim bugün ora istifadə elədiyim qazanın tuncdu, alüminiumdur, misti, orada en qədər qazan ola bilər, əlinə keçəni götürüb qoyub pişirə bilər. Yəni bunlar standartlaşmayıbsa, qazın o vamxotda və yaxud da hansısa bir rejimdə olması təyin olunmayıbsa, oradakı o çimlik məsələsi qramaja çevrilməyibsə, yəni biz hara fırlasaq, o dadı hər dəfə fərqli alacaq. Və bu bizim gündəlik yeməklərimizdə də belədir. Məsələn, indi yemək deyirsiniz. Yəni, məsələn, yeməyin içərisinə girən ingredientlərdən, məsələn, kartof deyirik. Kartofun bir neçə bölgədən gələni var. Tovuz, gədəbəy, digər. Bunların hər birinin bir bişmə temperaturu var. Hər birini 30 dəqiqədə bişirəndə birində bərk qalır bir gün, birində yumşaq olur. Yəni, bunun detalına getmək lazım ki, mən həmişə hansından istifadə edəcəm. Və dadı da fərqlidir. Biri şirin olur, biri biraz daha kəm şirin olur. Bəli, yəni deməli, bizim imini yemək məsələsinə toxunuram ki, yemək məsələsində əgər biz bunun xidmət kimi götürüb davamlı yeni eləmək istəyirsə, bizim bunu standartlaşmamız lazımdır. Burada ən böyük toqquşma odur ki, şirkət rəhbərlərinin səhv saldığı 2 dənə söz var. Standartlaşdırma və optimallaşma. Bizimkilər, biz belə düşünürük ki, optimallaşmadan başlayırıq. Bu tamamilə yanlışdır. Standartlaşmamış bir prosesi optimallaşdırma şansınız yoxdur. Standartlaşma nədir? Bir xəritə çəkilir. Onun bir hərəkət mexanizmi var, hər şey göz qabağındadır və bunun əsasında biz bilirik ki, artıq hardan başlayıb hara gedirik. Yalnız bu monitoringdən sonra biz bilə bilərik ki, nəyi optimallaşdıraq. Amma hər zaman davamlı standartlaşmadan yaxşılaşdırma eləyəndə bu əbədiyyətə qədər sürəcək bir prosesdir.